Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti test izahımıza birlikdə baxaq. Növbəti testimizin izahı şəkilçilərin variantları, 2 və 4 cür yazılan şəkilçilər, mürəkkəb sözlərin yazılışına aid testlərdir. Testlərimiz güvən nəşrlərindəndir. Baxaq birinci suala. Nöqtələrin yerinə hansı sözün yazılması mümkündür? Sözünün sonuna açıq, bağlayıcı, bağlı, kölgəli sözlərindən hər hansı birini, əvvəlinə isə qara, ala, ad sözlərindən hər hansı birini artırmaqla mürəkkəb söz yaratmaq olar. Deməli, deyir sözün sonuna, yəni son hissəyə açıq, bağlayıcı, bağlı, kölgəli sözlərini əlavə eləmək olar. Buna ən çox uyğun gələn variantımız göz sözüdür. Gözü açıq, gözü bağlayıcı, gözü bağlı, gözü kölgəli istifadə eləmək olur. Əvvəlinə isə qara, ala, ad sözlərini. Qara göz, ala göz, ad göz. Demək ki, cavab variantımız D variantıdır. D variantı daha çox uyğun gəlir. İkinci suala baxaq. Hansı bənddə verilmiş sözlər defislə yazılan mürəkkəb söz əmələ gətirirlər? İtburnu sözü fərqli-fərqli sözlərin birləşməsindən yaranır. Ayrı-ayrı məna verən sözlərin birləşməsindən yarananları biz bitişik götürürdük. Dəvə və daban sözləri də onun kimi. Üz yumuşaq sözü də onun kimi. Gül çiçək isə yaxın mənalı sözlərin birləşməsindən yarandığına görə bunları biz defislə yazacağıq. Ona görə cavab variantımız olacaq C variantı. Mürəkkəb sözlərdən birinin yazılışında defis işarəsindən istifadə olunmur. Qəpik, quruş. Bunlar yaxın mənalı sözlərin birləşməsindən yarandığına görə biz defislə yazacağıq. Toyuq cüzə də onun kimi yaxın mənalı sözlərin birləşməsindən yaranıb. Alver sözü, uşaqlar, əks mənalı sözlər olsa belə, alver. Bunu biz istisna olaraq, yəni bu sözü dərs izahında da sizə qeyd etmişdim ki, uşaqlar, bir dənə alver sözünü biz bitişik şəkildə yazırıq. Qalan digər əks mənalı sözlərin birləşməsindən yaranan nə qədər söz varsa, onların hər birini biz defislə yazacağıq. Yəni, burada cavabımız olacaq alver sözü. Çək-çevir də təxmini yaxın mənalı sözlərin birləşməsi ilə yaranıb deyə, ona görə bunu da defislə yazırıq. Cavab variantımız olacaq D variantı. Sillogizmi tamamlayın. Uşaqlar, sillogizm tipli tapşırıqlarda başqa bir üsul da deyim sizə. İndiyə qədər demişdik ki, məsələn, birinci fikir verilibsə, birinci fikirdən nəticə çıxardırıq, 2-yə və 3-ə yazırıq. Bunu belə deyim sizə, uşaqlar. Məsələn, burada birinci fikir verilib bizə ki, müxtəlif mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sifətlər bitişik yazılır. Bu, birinci fikrin tərkib hissələri 2 və 3-də olur. Yəni, bir hissəsini biz 2-yə yazırıq. Yəni, birinci fikirdə ifadə olunan, birinci bənddə ifadə olunan fikri. Bir hissəsini 2-də yazmalıyıq, bir hissəsini də 3-də yazmalıyıq. 3-də nə yazılıb? Deyir ki, açıq ürəkli, soyuqqanlı kimi mürəkkəb sifətlər bitişik yazılmalıdır. Bax, bitişik hissəsini qeyd edib burada. Bizə nə lazımdır? Müxtəlif mənalı sözlərin birləşməsindən yaranan olsun. Aşağıda müxtəlif mənalı sözlərin birləşməsinə aid nə var? Bu da B variantı. B variantında qeyd olunub ki, açıq ürəkli və soyuqqanlı sözləri müxtəlif mənalı sözlərin birləşməsindən yaranıb. Cavabımız olacaq B variantı. Yəni, çox rahatlıqla bunu tapa bilərsiniz. Birinci fikirdə ifadə olunan hissə parçalanır. Bir hissəsini ikinci fikirə yazırlar, bir hissəsini üçüncü fikirə. Yəni, ikinci fikirlə üçüncü fikrin toplanması birinci fikir eləyir bizə. Birinci fikrin əsasını təşkil eləyir. Yəni, bu cür yadınızda saxlasınız, bəlkə daha yaxşı şəkildə sillogizm tipli tapşırıqları eləyə bilərsiniz. 5-ci suala baxaq. Tərkibində yalnız bir cür yazılan şəkilçi işlənən sözlərin cərgəsini müəyyən edin. Deməli, baxaq bura. İbadətgah, atəşpərəst və miskər sözləri. Gah şəkilçisi var üstündə, pərəst şəkilçisi var, bir də gər şəkilçisi var. Cavab variantımız A variantı olacaq. Fəaliyyət sözündə iyyət şəkilçisidir. Bu 2 variantlı şəkilçidir. Maraqlı sözündəki lı-li şəkilçisi 4 variantlı şəkilçidir. Bisavad sözündəki bi 1 variantlı şəkilçidir, ön şəkilçidir. İnsanlar sözündəki lallə şəkilçisi 2 variantlıdır. Ailə sözünün tərkibindəki i-vi şəkilçisi 1 variantlı şəkilçidir. Məktəbli sözündəki də 4 variantlı şəkilçidir, lı-li şəkilçisi. Dandən şəkilçisi məktəb sözündə 2 variantlıdır. Dülgər ümumiyyətlə sadə sözdür, çünki dül sözündən dülgər yaranmaz. Bunu ümumiyyətlə şəkilçili söz kimi götürmürük, biz sadə sözdür. Kimyəvi sözü də onun kimi i-vi şəkilçisi artırılandan sonra kökdə dəyişmə baş verib deyə i-vi şəkilçisini ayırmırıq. Bunu əvvəlki dərslərimizdə mən sizə izah etmişdim. Yəni, cavab variantımız uyğun gəlir A variantına. Növbəti testlərə baxaq. Hansı sözdə ön şəkilçi yoxdur? Deməli, bivəfa sözündə vəfa sözün köküdür. Bir şəkilçisi ön şəkilçidir.
Bilikli sözündə bilmək sözün köküdür. Bilməkdən bilik, sonra da bilikli. Yəni bunun üstündə 2 dənə şəkilçi var, amma ön şəkilçi işlənməyib. Ona görə cavab variantımız olacaq B. Bisavad sözündə savad sözün köküdür, bi ön şəkilçidir. Bihal sözündə də hal sözün köküdür, bi şəkilçisi ön şəkilçidir. Cavab variantımız B variantı olur. Verilmiş cümlədəki hansı sözdə həm 2, həm 4 cür yazılan şəkilçi işlənmişdir? Baxaq. Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb puskuda durmuşdu. Deməli, cavab variantımız olacaq uşaqlar pusku sözü. Pusmaq sözün köküdür. Pusmaq gözləmək deməkdir. Gözləmləmək, müşahidə eləmək bu mənada işlənir. Pusku q, çi, qu, çü şəkilçisindən yaranıb 4 variantlı şəkilçidir. Dadə şəkilçisi də 2 variantlı şəkilçidir. Dadə şəkilçisi. Ona görə cavab variantımız olacaq D variantı. Tüfəng sözündə ümumiyyətlə şəkilçi yoxdur. Ovçu sözündə ancaq 4 variantlı ç, çi, çu, çü şəkilçisi işlənib. Qayaya sözündə də a, ə şəkilçisi işlənib. 2 variantlı şəkilçi. 8-ə baxaq. Hansı cümlədə fərqləndirilmiş sözdə bir cür yazılan şəkilçi işlənmişdir? Sənətkar sözündə burada elə birbaşa A variantını götürürük cavab. Çünki sənət sözün köküdür. Kar tək bir variantlı şəkilçidir. A, ə şəkilçisi də 2 variantlı şəkilçidir. Yəni kar şəkilçisini bir variantlı şəkilçi kimi götürürük. Odunçu sözündə 4 variantlı çu şəkilçisi işlənib. Güclənib sözündə lən və ip şəkilçiləri işlənib. Daha doğrusu ip qrammatik şəkilçidir. Lə şəkilçisi, lanlən şəkilçisi işlənib və ip şəkilçisi işlənib. Lanlən şəkilçisi leksik şəkilçidir, 2 variantlıdır. İp şəkilçisi isə 4 variantlı qrammatik şəkilçidir. Sonra kitabçanı sözündə də kitab sözün köküdür. Ça leksik şəkilçidir. 2 variantlı şəkilçidir. N şəkilçisi də ümumiyyətlə I şəkilçisidir. Bu N burada bitişdiricidir. Təsirli halın şəkilçisi 4 variantlıdır. Bir variantlı şəkilçi istədiyinə görə bizdən A variantını götürürük 8-də. 9-a baxaq. Hansı bənddə verilmiş sözlər bitişik yazılan mürəkkəb söz əmələ gətirmir? Dəvə və daban sözü müxtəlif mənalı sözlərin birləşməsindən yaranıb. Bitişik yazılacaq. Toz soran da onun kimi, gülər üz də onun kimi. Boy buxun isə yaxın mənalı sözlərin birləşməsindən yarandığına görə defisinə yazacağıq bunu. Cavabımız olacaq C variantı. Hansı cümlədə mürəkkəb sözün yazılışı yanlışdır? Onlar yerdən daş kəsək alıb darvazanı daşa basdılar. Deməli, daş kəsək, uşaqlar daşla kəsək yaxın mənalı sözlərin birləşməsindən yarandığına görə bunu biz defisinə yazmalıyıq. Bunu bitişik yazıblar deyə yanlışdır. Şəhərlər arası müxtəlif mənalı sözlərin birləşməsindən yarandığına görə bitişik yazılır. Küsüb barışmaq əks mənalı sözlərdən yarandığına görə defisinə yazılıb. Güclənir, ildırım şaqqıldayır. Yer yurdu tərpədirdi. Yer yurtda yaxın mənalı sözlərin birləşməsindən yarandığına görə defisinə yazılmalıdır. Hər biri düzdür. Cavabımız olacaq A variantı. Hansı sözlər birləşib bitişik yazılan mürəkkəb sifəti yarada bilər? Uşaqlar, mürəkkəb sifət istəyir bizdən. Mürəkkəb sifət həm də bitişik yazılsın. Quş üzümü sözü isim yaradır. Bitişik yazılır, amma isim yaradır. Müxtəlif mənalı sözlərdir. İsim olduğuna görə bunu götürmürük. Qara toyuq sözü isim yaradır. Qara toyuq heyvanın adıdır. Adı olduğuna görə bunu da biz götürməyəcəyik. Ad bildirən sözdür, isimdir. Açıq ürəkli sözü. Deməli, müxtəlif mənalı sözlərin birləşməsindən yaranıb. Açıq ürəkli sözü sifətdir. Sifət olan söz yaratdığına görə də cavab variantımız olacaq D variantı. Gəlmək, gəlib çıxmaq. Bu da ki, ümumiyyətlə feil olduğuna görə bunu götürmürük. Yerdə qalır cavabımız D variantı. Hansı sözdə həm 2 cür, həm də 4 cür yazılan şəkilçi işlənmişdir? 2 və 4 cür yazılan şəkilçi. Deməli, məktəblilər sözündə məktəb sözün kökü li 4 variantlı şəkilçi, larlə şəkilçisi də 2 variantlı şəkilçidir. Cavabımız olacaq A variantı. Balıqçılıq sözündə balıq sözün kökü ç və lıq şəkilçisi hər biri 4 variantlı şəkilçidir. Ona görə C-ni çıxartdıq. İşləmək sözündə lalə şəkilçisi leksik şəkilçi və maqmək şəkilçisi qrammatik şəkilçi işlənib. Hər ikisi 2 variantlıdır. B-ni də çıxartdıq. Larla da şəkilçisi də 2 variantlı şəkilçi olduğuna görə hər birini çıxarırıq. Cavab qalır A variantı. 13-cü sual. Hansı cümlədəki mürəkkəb sözün yazılışı səhvdir? Gediş-gəliş. Gediş-gəliş əks mənalı sözlərin birləşməsindən yarandığına görə defisinə yazılıb düzdür. Ağacdələn həyətimizdəki ağacda yuva qurmuşdu. Ağacdələn sözü müxtəlif mənalı sözlərin birləşməsindən yarandığına görə bitişik yazılmalıdır. Bu da düzdür.
Biz sərhəddə yaşayırıq. Buralarda tez-tez qəribə hadisələr olur. Tez-tez sözü təkrarlanan sözlərin birləşməsindən yaranıb. Təkrarlanan sözlərin birləşməsindən yaranan sözlər də defislə yazılmalıdır. Bu isə bitişik yazılıb, ona görə səhvimiz budur. Əlvan balıq qulağı gözəl tikinti malıdır. Balıq qulağı sözü də müxtəlif mənalı sözlərin birləşməsindən yaranıb, isimdir və bitişik yazılmalıdır. Bu da düzgün yazılıb. Səhvi istədiyinə görə cavab variantımız C variantı olur. Ürək yumşaq sözü ilə bağlı yanlış fikir istəyir bizdən. Mürəkkəb sözdür, bəli. Ürək sözü ilə yumşaq sözündən yaranıb. İki sözdən yarandığına görə mürəkkəb söz götürürük. Tərkibində mənsubiyyət şəkilçili söz işlənmişdir. Onun ürəyi, ürəyi sözündəki I şəkilçisi mənsubiyyət şəkilçidir. Mənsubiyyət şəkilçisi olduğuna görə bunu da düzgün variant götürürük. Ahəng qanununa tabe deyil. Bəli, üdür, ədir, idir. Bunların hər biri incə saitlərdir. U və A saitlər isə qalın saitlər olduğuna görə ahəng qanununa tabe deyil. Bu da düzdür. Sözdə bir çar samit işlənmişdir. Gəlin bu sözü yazılışını yox, deyilişini yazaq. Deyilişi əsasında, çünki biz çar samitləri və yaxud cincilti samitləri, eyni zamanda saitləri və samitləri tapırıq. Baxaq. Ürəyi yumşaq. Qıda X kimi tələffüz olunur. Deməli, bir çar samit deyir bizə. Ürək sözündəki R cinciltilidir, Y cinciltilidir, Y, M hər biri cinciltilidir. 2 dənə çar samit işlənib. Ş və X samitləri. Demək ki, cavab variantımız olacaq D variantı, yanlışımız. 15-ə baxaq. Hansı sözdə bir cür yazılan şəkilçi işlənmişdir? Burada da qayğıkeş sözüdür. Keş şəkilçisi bir variantlıdır. Ağıllı sözündə 4 variantlı şəkilçi işlənib. Futbolçu sözündə də 4 variantlıdır. Dənizçi sözündə də 4 variantlı şəkilçi işlənib. 16-ya baxaq. Alqı-satqı mürəkkəb ismi hansı yolla yaranmışdır? Təbii ki, əks mənalı sözlərin birləşməsindən yaranıb. Ona görə cavabımız olacaq D variantı. Hansı sözdə ön şəkilçi işlənməmişdir? Bivəfada bi ön şəkilçidir. Naşükürdə şükür kök na ön şəkilçidir. Bi-ixtiyarda ixtiyar sözün köküdür. Bi ön şəkilçidir. Nadan sözündə isə uşaqlar, nanı biz ön şəkilçi götürə bilmərik, yaxı yerdə dan sözü qalır. Dan sözü də nadan sözü üçün kök ola bilməz. Dan ayrı bir şeydir. Dan günəşin yeni çıxması, dan yelinin məsələn yer kürəsində səhər açılır, yeni səhər olur, səhərə deyirlər. Məsələn dan yelinin açılması və yaxud da dan ulduzu deyirlər. Buna deyirlər. Yəni o dandan nadan sözündəki dan, nadan cahil insanlara deyirlər. Təhsilsiz, savadsız, yəni necə deyim, hər şeyə inanan, cahil insanlar, heç nədən başı çıxmayan, bax o adamlara deyirlər. Nadan sözü ilə dan sözünün heç bir əlaqəsi yoxdur. Ona görə biz kök dan sözünü götürə bilmərik. Nadan sözü sadə sözdür. Sadədir. Ona görə biz bunu kök şəklində də birbaşa götürürük. Cavabımız olacaq D variantı. Qaratoyuq mürəkkəb ismi hansı yolla yaranmışdır? Müxtəlif mənalı sözlərin birləşməsi ilə yaranıb. Qara sözü ilə toyuq sözündən bir-birinin əlaqəsi olmayan sözdür. Ona görə biz onları bitişik yazırıq. Bu cür mürəkkəb sözləri bitişik yazırıq. Növbəti suala baxaq. Qapı-baca mürəkkəb ismi hansı yolla yaranmışdır? Uşaqlar, qapı-baca mürəkkəb ismi yaxın mənalı sözlərin birləşməsindən yaranmış kimi götürülür. Ona görə cavabımız olacaq B variantı. Qapı-baca müxtəlif mənalı sözlərin birləşməsi ilə yaransaydı, o zaman biz onu görək bitişik yazaq. Amma bitişik yazılmır, bu defislə yazılır. Eyni zamanda əks mənalı sözlər də deyil və müstəqil leksik mənası olmayan sözlər də deyil. Çünki baca sözü ilə qapı sözünün hər birinin müstəqil leksik mənası var. Cavabımız olacaq B variantı. Çör-çöp ifadəsi, baxın çör-çöpdə çör sözü ayrılıqda işlənə bilməyən sözdür. Çör deyə bir sözümüz yoxdur. Amma çöpü işlədirik. Demək ki, bu sözdə tərəflərindən biri müstəqil leksik mənası olmayan söz var. Söz kimidir. A variantını götürürük cavab olaraq. Oğul uşaq ifadəsi. Burada da oğul uşaq sözündə yaxın mənalı sözlər götürürük bunu. Cavabımız olacaq B variantı. Çünki oğulla uşaq təxminən yaxın mənanı ifadə edir. Əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlərdən birinin yazılışında defis işarəsindən istifadə olunmur. Deməli, əks mənalılar deyir. Baxaq. Uşaqlar, burada bu testdə deməli, götür qoydu əks mənalı sözdür. Gəl getdi əks mənalı sözdür. Çək çevir sözü ümumiyyətlə əks mənalı söz deyil. Çək çevir. Quş üzümü də ki, ümumiyyətlə quş üzümü bizdə defis işarəsini soruşur.
Defis işarəsini soruşduğuna görə güman ki, burada D variantı götürüblər cavab. Amma şərtdə deyir ki, əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər. Əks mənalılar istəyirsə, D variantının bunlarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə şərtlə əlaqəsi yoxdur. Çək-çevir sözü də ki, əks mənalı sözlərin birləşməsindən yaranmayıb. Bu, təxminən yaxın mənalı sözlərin birləşməsindən yaranmış kimi götürülür. Yəni, burada bu defislə yazılır. Amma D variantı ümumiyyətlə defislə bir əlaqəsi yoxdur. Bu variantların hər ikisi, yəni şərt əslində variantların hər ikisini seçməyə bizə imkan verir. Amma defis işarəsini nəzərə alaraq cavab variantı güman ki, D variantı götürüblər. Yəni burada əslində C variantını da götürmək olar. Hər ikisini düz əgər götürmüsünüzsə C variantını da, yəni şərtə əsasən biz C-ni də, D-ni də götürə bilərik. Yəni hər ikisini götürmüsünüzsə, hər ikisini düzgün kimi hesab eləyə bilərsiniz. Gəldik 23-cü suala. Qarabuğdayı mürəkkəb sifəti hansı yolla əmələ gəlmişdir? Burada da qara sözü ilə buğda sözündən əmələ gəlib və bunların heç bir əlaqəsi yoxdur bir-birindən. Qara ilə buğday sözünün. Ona görə bir-birindən əlaqəsi olmayan müxtəlif mənalı sözlərin birləşməsi ilə yaranan kimi götürürük bunu. B variantı. Müxtəlif mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözləri seçin. Axşam səhər əks mənalılarından yaranıb. Ağac dələndi, yarımadadır, bir də it burnudur. Eyni zamanda biz deyildik ki, müxtəlif mənalı sözlər birləşik yazılırlar, bitişik yazılırlar. Bitişik yazılanları da seçə bilərsiniz təbii ki. 2, 4 və 5 olacaq cavabımız A variantı. Növbəti suala baxaq. Nöqtələrin yerinə uyğun gələn mürəkkəb feilləri yazaraq qruplaşdırın. Vüqar daha çox özündən böyüklərlə uşağın əlindəki səpkilər öz-özünə bizə lazım olan sənədlər kağızların arasında. Baxaq. Deməli, Vüqar daha çox özündən böyüklərlə oturub dururdu. Birə uyğun gəlir C variantı. Birə uyğun gəlir C. Uşağın əlindəki səpkilər öz-özünə keçib getdi. Keçib getdiyə daha çox uyğun gəlir. Bizə lazım olan sənədlər kağızların arasında itib batdı. 3-ə də A. Deməli, 1C, 2B, 1C, 2B, 3A. Cavab variantımız olacaq C variantı. Mürəkkəb feil işlənmiş cümləni müəyyən edin. Bacım kənddə olur. Uşaqlar, bu yaşamaq mənasındadır. Yaşamaq mənasında olanda olur sözü müstəqil feil kimi götürülür. Yəni, bunu biz özündən əvvəlki feilə qoşmuruq. Əgər yaşamaq, məskunlaşmaq, yaşamaq mənasında işlənirsə və yaxud da anadan olmaq, doğulmaq mənasında işlənirsə, bu zamanda yenə də biz onu müstəqil feil kimi götürəcəyik. Bu barədə sonra danışmaq olar. Belə hadisələr tez-tez olur. Yəni, baş verir, baş vermək mənasındadır. Bunu da biz ayrıca müstəqil feil kimi götürəcəyik. Buralarda hava çox vaxt yağışlı olur. Deməli, danışmaq oları da biz ayrıca götürəcəyik. Cavab variantımız olacaq D variantı burada da. Daha sonra 27-yə baxaq. Ürəyi açıq mürəkkəb sifəti hansı yolla yaranmışdır? Mürəkkəb sifət ürək sözündən açmaq sözündən yaranıb və bitişik yazılıb. Bitişik yazılanlar da biz deyirdik ki, ayrı-ayrı mənalar verən sözlərin birləşməsindən, müxtəlif mənalı sözlərin birləşməsindən yaranır. Cavabımız olacaq C variantı. Hansı cümlədə olmaq feili mürəkkəb feilin tərkib hissəsidir? Baxaq. Bakıdan gələn qonaqlar bizimlə tanış oldular. Uşaqlar, tanış olmaq. Burada elə birbaşa mürəkkəb feil kimi işlənib bu. Tanış olmağı biz bütöv şəkildə bir yerdə götürürük. Çünki olmağı biz ayrıca burada, necə deyim, həyata keçmək, baş vermək və yaxud anadan olmaq, yaşamaq mənasında işlətməmişik. Ona görə elə cavab variantımız burada A variantı olacaq. Bu barədə sonra danışmaq olar. Danışmaq olar. Uşaqlar, ümumiyyətlə yadınıza qalsın ki, maqmaq şəkilçisindən sonra olmaq feili gəlirsə, bunu əksər vaxt, çox vaxt biz olmaq sözünü ayrıca götürürük. Yəni, maqmaq şəkilçisi sözə qoşmuruq. Ona görə danışmaq olar, yəni həyata keçirdə bilərik. Bu mənada işlənir deyə B-ni götürməyəcəyik. Belə hadisələr tez-tez olur, baş verir mənasında işlənib. Bunu da ayrıca götürəcəyik. Daimcil kənddə olur, bu da yaşamaq mənasında işlənib deyə ayrıca feil kimi götürəcəyik. Cavabımız olacaq A variantı. Uyğunluğu müəyyən etməklə mürəkkəb feillər düzəldin. Saralıb solmaq, 1-ə uyğun gəlir B. Utanıb qızarmaq, 2-yə uyğun gəlir C. Yığıb yığışdırmaq, 3-ə də A. 1B, 2C, 3A.
Cavab variantımız olacaq B variantı. Na ön şəkilçisini hansı sözlərə artırmaq olmaz? Naşükür, nadinc artıra bildik. Naxoş, narazı artıra bildik. Naəlac, naümid, deməli naəlac, naümid hər ikisini də işlədə bildik. Kiçik sözü ilə sarı sözündə isə istifadə edə bilmədik. Ümumiyyətlə bunlar niyə görə istifadə oluna bilmir? Çünki uşaqlar, biz ön şəkilçiləri keçəndə də mən sizə qeyd etdim ki, alınma sözləri artıra bilirik. Kiçik sözü ilə sarı sözü də bizim öz milli sözümüzdür. Milli sözlər olduğuna görə və məna cəhətdən uyğunlaşmadığına görə biz ön şəkilçi bunları artıra bilmirik. Ona görə də cavab variantımız olacaq A variantı. Uşaqlar, test izahımız bu qədər. Ümid eləyirəm ki, izahlardan yanlışlarınızı seçib anlaya bildiniz. Əgər anlamadığınız hər hansısa bir məqam varsa, şərh bölməsində qeyd eləyə bilərsiniz. Mən hər birinizin suallarını cavablandıracağam. Sağ olun, hələlik.